Space xəbərə baxırsınız. Bakıdan Tbilisiyə qatarla səfər etmək üçün elə sərnişinlər var ki, aylardır bilet almaq üçün fürsət gözləyir. Lakin hər ötən gün artan sərnişin tələbatı və bu marşrut üzrə Azərbaycan Dəmir Yolları tərəfindən əlavə vaqonların reysə buraxılması yenə də problemi tamamilə həll etmir. Əksinə sərnişin sıxlığını hər ötən gün artırır. Mövzunu əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb, gəlin izləyək. Hazırda Bakı-Tbilisi istiqamətində qatar reysləri hər gün həyata keçirilir. Buna baxmayaraq mövcud yerlər artan tələbatı tam qarşılamır. Nəticədə bir çox sərnişin istədiyi tarixə bilet ala bilmir. Gürcüstana hansı aya bilet var? Gedişi deyin, hansı tarixə Məsələn, 10-una, avqustun 10-una. Hal-hazırda avqustun 10-una satış bitib də. Nəinki iyul, artıq avqust ayı üzrə də biletlər satışa çıxarılan kimi saniyələr ərzində satıldığı üçün nəticədə sərnişinlərin sayının çoxluğu mövcud yerlərin tələbatı qarşılamasına imkan vermir. Avqustun 6-sına və 15-ini aldıq. Həm gediş, həm gəlişi aldınız. Yox, gediş aldım, gəliş aldım. Yerləri yox. 16-sına istəsəz var, 15-inə var. Bəs qayıdış da var. Qayıdışlar təəssüflər olsun ki, qalmayıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə Bakı-Tbilisi marşrutu üzrə hər gün 380 sərnişin daşınır. Kifayət qədər əslində yüksək göstəricidir. Buna baxmayaraq bəli, tələbat yüksəkdir. Xüsusilə Gürcüstan-Azərbaycana, Gürcüstan istiqamətindən Azərbaycana tələbat çox yüksəkdir. Bu da onunla əlaqədardır ki, birinci növbədə bilirsiniz, mövcud qaydaya əsasən ölkəni quru yolla xarici ölkə vətəndaşları tərk edə bilərlər. Lakin qayıdarkən artıq buna qatarla və təyyarə ilə ölkəyə daxil ola bilərlər. Bu halda Gürcüstandan qatarla səyahətə, Azərbaycana səyahətə tələbat 10 dəfə artır. Bununla belə bu istiqamətdə səyahət etmək istəyənlərin sayı hər gün artdığından biletlər qısa müddətdə satılır və bir çox sərnişin bu səbəbdən bilet almaqda çətinlik çəkir. Daha əlçatan olması üçün, biletlərin daha münasib olması üçün artıq Bakı-Balakən marşrutu üzrədir. Yəni ölkə daxili qatarlarda istifadə olunan vaqonlar da kupe deyirik buna. Kupe, yəni standart plus sinifli 4 nəfərlik yataq yerli vaqonlar da qoşulur. Məsələnin digər tərəfi isə marşrutun yalnız Azərbaycan tərəfindən həyata keçirilməsidir. Hazırda bu marşrut üzrə hərəkət edən qatarlar yalnız Bakıdan yola düşən tərkib hesabına həyata keçirilir. Nəticədə sərnişin tələbatı tam ödənmir və bilet qısa zamanda tükənir. Bəs görəsən Gürcüstan tərəfi niyə bu marşrut üzrə qatar və vaqon ayırmır? Ekspertlər hesab edirlər ki, Gürcüstan tərəfinin də eyni marşrut üzrə qatar reysləri təşkil etməsi həm bilet qıtlığını azalda, həm də sərnişinlərin rahatlığını təmin edə bilər. Sadəcə uzun müddətdir ki, bizim Gürcüstanda yaşayan soydaşlarımız quru yolla daxil ola bilmirdilər bizim ölkəmiz Azərbaycana və indi tələb artıb. Həm Azərbaycandan Gürcüstana səfərlərin sayı artıb, qatarla, həm də Gürcüstandan Azərbaycana. Qatarların da vaqonları o qədər deyil ki, bu lokomotivə istənilən qədər deməli, vaqon əlavə edə bilərsən. Yaxşı olardı ki, Gürcüstan Dəmir Yolları da bu tələbatı ödəmək üçün bu marşruta qoşulardı və Bakı-Tbilisi-Bakı marşrutuna əlavə qatarlar buraxardı. Bəs gələcəkdə iki ölkə arasında qarşılıqlı reyslərin təşkili mümkündürmü? Mövzu ilə bağlı Gürcüstan Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Lakin qurum sorğumuza cavab vermədi və ünvanladığımız sualları cavabsız qoydu. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.